Bu video xəyallar haqqında deyil. Bu video işi yarımçıq qoymayanlar haqqındadır. Çünki çox adam başlamağı bacarır. Amma çox az adam bitirməyi bacarır. Başlamaq asandır. Çətin olan davam etməkdir. İlk gün hamı həvəslidir. İkinci gün biraz azalır. Üçüncü gün bəhanə başlayır. Orada çox adam dayanır. Dayanan adam sonra səbəb axtarır. Davam edən adam isə nəticə yaradır. Fərq elə budur. Həyatını dəyişdirmək üçün böyük sıçrayış lazım deyil. Sənə lazım olan düzgün təkrardır. Kiçik bir addım. Eyni saatdə oyanmaq. Eyni işi yenidən görmək. Eyni qaydaya qayıtmaq. Bunlar kiçik görünür. Amma böyük nəticə bunlardan yaranır. Çünki nəticə bir dəfəlik enerji ilə gəlmir. Nəticə vərdişlə gəlir. Bəziləri çox motivasiya danışır. Bəziləri çox plan danışır. Bəziləri çox arzu danışır. Amma danışmaq həyat dəyişdirmir. İş dəyişdirir. Davamlılıq dəyişdirir. Səssiz təkrar dəyişdirir. Bir gün özünü güclü hiss edəcəksən. Bir gün yorğun olacaqsan. Bir gün heç nə etmək istəməyəcəksən. Həmin günlərdə fərq görünür. Çünki güclü insanlar həmişə güclü hiss etmirlər. Amma onlar yenə də işləyirlər. Sən də elə olmalısan. Mükəmməl gün gözləmə. Mükəmməl əhval gözləmə. Mükəmməl başlanğıc gözləmə. Başla. İndi. Sadə şəkildə. Bir dəfəlik partlayış yox. Uzun nəfəs. Bunlar kiçik görünür. Amma böyük nəticə bunlardan yaranır. Çünki nəticə bir dəfəlik enerji ilə gəlmir. Nəticə vərdişlə gəlir. Bəziləri çox motivasiya danışır. Bəziləri çox plan danışır. Bəziləri çox arzu danışır. Amma danışmaq həyat dəyişdirmir. İş dəyişdirir. Davamlılıq dəyişdirir. Səssiz təkrar dəyişdirir. Bir gün özünü güclü hiss edəcəksən. Bir gün yorğun olacaqsan. Bir gün heç nə etmək istəməyəcəksən. Həmin günlərdə fərq görünür. Çünki güclü insanlar həmişə güclü hiss etmirlər. Amma onlar yenə də işləyirlər. Sən də elə olmalısan. Mükəmməl gün gözləmə. Mükəmməl əhval gözləmə. Mükəmməl başlanğıc gözləmə. Başla. İndi. Sadə şəkildə. Bir dəfəlik partlayış yox. Uzun nəfəs.